Uşaqlar, Azərbaycan dilindən mövzu izahı ilə sizlərlənik. Deməli, bu gün biz izah edirik hansı mövzuları? Ahəng qanunu, heca və vurğu mövzularını biz sizlərə izah eləyəcəyik. Ümid edirəm ki, izahımız sizin üçün aydın olacaq. Getdik. Deməli, uşaqlar, ahəng qanunu haqqında danışaq. Deməli, fonetikanın əsas qanunlarından biri ahəng qanunudur. Deməli, ahəng qanunu bütün türk dillərinin əsas qanunudur. Bəzən bu qanunu türk dillərinin dəmir qanunu da adlandırırlar. Yəni burada olan bir çox uzun-uzadı şeylər yazmış ola bilər uşaqlar. Mən sizə ən qısa yolda nə edeyim? Ahəng qanunu nədir uşaqlar? Sözdə qalın və ya incə saitlərin bir-birini izləməsinə ahəng qanunu deyilir. Ahəng qanunu budur. Məsələn, əsasən milli mənşəli sözlər ahəng qanununa tabe olmuş olur. Məsələn, nə deyim? Odun. Deməli uşaqlar, yəni artıq məncə siz bilirsiniz də, qalın və incə saitləri bilirsiniz. Ona görə də uşaqlar, bir dəqiqə, burada biz qələmimizi görək necə eləyirik. Deməli uşaqlar, odun sözündə o, u. Bunlar ikisi də qalındır da, düzdür? Yəni bir sözdə deməli təkcə, deməli belə yazaq da, yalnız incə varsa, bu ahəng qanununa tabedir. Və yaxud yalnız qalın varsa, bu da ahəng qanununa tabedir. Yəni, yalnız incə və yaxud yalnız qalın varsa, bu ahəng qanununa tabedir. Məsələn, incə sözünə baxaq uşaqlar. İncə, i və ə var. İncə saitləri də bunlar, düzdür uşaqlar. Deməli, bu ahəng qanununa tabedir. Məsələn, amma hansı sözü deyə bilərik sizə? Məsələn, deyək, aqil. Aqil deyək, uşaqlar, a qalındır, i incədir. Yəni, burada ahəng qanunu pozuldu. Yəni, ahəng qanunu pozula da bilir bəzi sözlərdə. Yəni, ahəng qanunun nə olduğunu bilək, uşaqlar. Yalnız incələr varsa və yaxud yalnız qalınlar varsa bir sözün tərkibində bu ahəng qanununa tabedir. Ahəng qanunu çətin bir şey deyil. Ümidvaram ki, hər biriniz bilirsiniz. Sadəcə kiçik təkrar keçmiş oldum o sizin üçün, uşaqlar. Deməli, milli sözlərimizin içərisində bəzi sözlər var ki, o sözlər ahəng qanununa tabe deyil və bu sözlər istisnadır təbii ki. Hansı sözlər uşaqlar? İlan, işıq, inam, elat, ilğım, ildırım. Yəni düşünmürəm bunlar gələyim tanış, amma yeni deyirəm uşaqlar. Nəzərinizdə olsun. İlıq, işartı, ilxı, tikan, sanki, islaq, gedişat, quzey, islanmaq, inanc, işıldamaq, inanmaq. Deməli, sevda və irq sözlər. Yəni bunun ardını da davam etdirmək olur. Bu qədər kifayətdir. Deməli, ahəng qanununa deməli 2 cür, 4 cür yazılır və s. Yəni şəkilçilər ona görə dəyişə bilir də. Yəni bunlar məncə bildiyimiz şeylərdir. Deməli uşaqlar, biz keçək hecaya. Heca nədir? Deməli, tələffüz zamanı sözün asanlıqla bölünə bilən hissəsinə heca deyilir. Sözlər 1, 2 və 3 daha artıq hecadan ibarət ola bilirlər. Hər hecada bir sait, deməli səs, hərf olmalıdır. Bir sait hərf olmalıdır. Deməli uşaqlar, məsələn, adi bir söz götürək. Məsələn, kitab. Kitab neçə hecalıdır uşaqlar? 2 hecalıdır. 2 hecalı sözdür. Niyə uşaqlar? Çünki kitab sözünün 2 saiti var. 1, 2 saiti var. 2 saiti var. Bir sözdə neçə dənə saiti varsa, deməli həmən qədər heca var həmən sözdə uşaqlar. Deməli, ona görə də heca da belə çətin bir şey deyil və bundan başqa uşaqlar sözün hecalara ayrılması var. Sözün asanlıqla bölünə bilən hissəsidir. Baxın uşaqlar, burada qeyd olunub. Sözün asanlıqla bölünə bilən hissəsidir. Məsələn, deməli, bunları deyəcəm, bunlar heç, bunları deyəcəm. Sizə nə deyim məsələn? Elə kitab sözünü deyim uşaqlar. Bəzən belə ayıranlar olur sözləri. Kitab. Yəni uşaqlar, bu bilirik ki, bir də asanlıqla olmur da. Bunu biz çətin bir şəkildə tələffüz edirik. Kitab. Kitab nədir uşaqlar? Kitab. Uşaqlara öyrədəndə necə deyirik də? Məsələn, balacalara. Adi hərf öyrədəndə necə deyirik? Kitab deyirik. Düzdür? Kitab nədir? Belə səhv edən insanlar olur da. Təbii ki, olur. İndi ümid edirəm ki, inşallah siz onlardan deyilsiniz uşaqlar. Belə kobud səhvlərə yol verməyək. Uşaqlar, yəni bu da asanlıqla bölünə bilən hissəsi. Siz baxın da, dilinizin uyğun gəldiyi şəkildə onu deyirik də, yəni başa düşdünüz? Belə özümüzə zülm eləmirik. Məsələn, telefon sözünü deyim uşaqlar. Telefon, düzdür? Məsələn, bunu hecaya ayıranda məsələn şey deyə bilərlər. Telefon, nə bilim, belə, yəni fərqli şəkildə tələffüz edən insanlar təbii ki, var bütün sözləri. İndi nəsə keyfimi pozmaq istəmirəm onları deyib, əsəbləşirəm. Nəysə uşaqlar, yəni belə. Ümid edirəm ki, sizin üçün aydın oldu da, yəni başa düşdünüz uşaqlar nə demək istəyirəm. Yəni bunlar asan mövzular deyil, uşaqlar üzərində qalmıram.
Məsələn, burada ayırıb da, baxın sizin üçün. Qəmbər, İstanbul. Mən sizə nə deyəcəkdim uşaqlar bilirsiniz? Ə, deməli, deyişirlər ki, bu qayda bir sıra alınma sözlərdə pozulur. Bu sözlər dram, trak, bundan başqa bu tor sözdür yəqin ki. Uşaqlar necə olur onlar? Məsələn, sözün tərkibində dram sözü, qraf sözü, qram sözləri varsa, bu sözlərdə bu hissə bir dənə hissə olaraq ayrılır. Məsələn, bunlara tabe olunur və əvvəlkilərə tabe olunmur da, ayrı şəkildə ayrılır. Başa düşürsünüz uşaqlar? Ayrı şəkildə olur. Bu qramdır, dramdır, qrafdır. Yəni bu tip sözlər ayrı olur. Sonra uşaqlar, bunları da bilirsiniz. Sözün hecəyə bölünməsi, bunu bilməlisiniz. Fonetikada lazımdır. Bizə uşaqlar test işləmdə toplular bir çox belə suallar var. Sözün hecəyə bölünməsi həmin sözün yazılışı əsasında aparılır. Uşaqlar, yazılış əsasında aparılır. Tələffüzə baxmışıq hecədə. Ola bilər məsələn, biz hansı söz deyək uşaqlar sizə? Hökm sözünü deyək. Hökm. Tələffüzdə olur hökm. Hökm. Ümid edirəm qələmin səsi bərk gəlmir sizə. Hökm. İndi uşaqlar biz bunu bu cür tələffüz edirik. Biz duraq deyək burada 2 heca var. Ay nə bilim nə, belə şeylər eləməyin qəti şəkildə. Uşaqlar burada yazılışa baxırıq. Biz tələffüzə baxmırıq. Tələffüzə qəti şəkildə baxmırıq. Biz yazılışa baxırıq, görürük bir dənə ö var, deməli bir hecalı söz. Başa düşdünüz? Yəni bu 2 hecalı deyil. Bundan sonra deməli bunlar lazım bir şey deyil. Burada uzun uzadı qeyd ediblər. Antikana tabe olmayan sözlər, nə bilim nə, belə şeylər yazıblar. Burada heç lazım olmayan şeylər. Sətirdən sətrə keçirəndə də uşaqlar qısa şəkildə sizə onu deyim ki, çox uzun uzadı yazıb bu kitab. Demək sizə onu deyim ki, uşaqlar, baxın elə buradan. Məsələn, söz sətirdən sətrə keçiriləndə, sətirdə məsələn yuxarıda bir dənə söz saxlayıb, məsələn, A-nı burada saxlayıb, iləni buradan yazmayın da. Məsələn, tutaq ailə yazmaq istəyirsiniz. A-nı saxladınız, burada iləni bura keçirsiniz. Belə şeylər qəti şəkildə olmaz. Yəni bu bir dənə saytı yuxarı saxlamaq olmaz. Ya da ki, məsələn, burada yazdığınız yarıya qədər cümləni, sözü belə, sözü yarıya qədər yazmısınız, bir dənə ə-ni, tutaq da sözün axırına bir dənə ə var. Bunu gətirib keçirdiniz aşağı. Tutaq bu m da ola bilər. Hər hansı bir hərf gətirib aşağı keçirdiniz. Belə şeylər olmaz. Məsələn, baxın burada uşaqlar ana, ilan, yəni təbii. Ya düzdür, bu tələffüz eləyəndə düzdür, hecə bu cür ayrılır. Amma sətirdən sətrə keçirəndə bu cür yaza bilməzsiniz uşaqlar. Bundan başqa tək hecalı sözlər deməli sətirdən sətrə keçirilmir. Yəni birbaşa yazmalısan. Tək hecalı sözü necə keçirəsən, keçirə bilməzsən. Sonra Azərbaycan dilində gəlirik artıq biz vurğu bölməsinə. Vurğu bir çox şagirdlərin çətinlik çəkdiyi bir hissədir. Azərbaycan dilində vurğunun 3 növü var. Bunlar hansı ki, heca vurğusu, əsasən bizə lazım olan elə budur. Bundan başqa məntiqi bu vurğu və həyəcanlı vurğu var. Uşaqlar, heca vurğusu haqqında uzun-uzadı sizinlə danışacağıq. Elə bizim mövzumuz odur. Məntiqi vurğu nədir? Cümlə daxilində məsələn bir dənə sözü daha çox diqqətə çatdırmaq istəyirəm. Deyirəm ki, bizə gələn anam idi. Məsələn, burada anam sözünü diqqətə çatdırıram ki, məsələn, atam deyildi ha, anam idi gələn. Bundan başqa məsələn belə deyə bilərik. Bizə gələn anam idi. Sizə yox ha, bizə gələn anam idi. Burada deməli məntiqi vurğu bizə sözünün üstündədir. Yəni budur uşaqlar. Məntiqi vurğu budur. Cümlə içərisində bir dənə sözün üzərinə daha çox düşürsən. Məsələn, bu sözü o dedi. Bax, burada başa düşdünüz? Onu vurğulayıram, başa düşdünüz? Məntiqi vurğu burdadır. Bu sözü o dedi. Bax, burada dedinin üzərinə qoymuşam. Yəni belədir uşaqlar. Həyəcanlı vurğu nədir? Məsələn, həyəcanlı olanda insan vurğunun yerini dəyişə bilir. Məsələn, söz deyəndə də dəyişə bilir. Yəni həyəcanlı şəkildə deyirsənsə, burada vurğunu dəyişə bilirsən. Yəni həyəcanlı vurğu da budur. Gələk biz heca vurğusuna. Deməli heç gözünüz qorxmasın. Yəni bu öyrənə biləcəyimiz bir mövzudur. Yəni qarşıda bizi çətin mövzular gözləyir uşaqlar. Heca qorxulacaq bir mövzu da deyil. Deməli, vurğulu heca necə olur uşaqlar? Vurğu qəbulu, burada məsələn çox absurd bir cümlə yazıb. Vurğu qəbul edən heca vurğulu heca adlanır. Biz bunu heç bilmirdik. Çox sağ olsun bu nəşriyyat bizim üçün burada qeyd eləyib. Yəni biz buna təvəqqə eləyirik. Var olsun. Yəni nə əlaqə? Bunu niyə yazasın? Yəni bir cümlə artıq olsun deyə yazdıqları şeydir. Nəysə uşaqlar. Deməli, nə edəcəkdik uşaqlar? Deməli, yəni söz tərkibində bunu daha belə deyə bilərik də sizə.
Sözün tərkibində hansı heca daha qüvvətli deyilirsə, deməli vurğu həmən hecadadır. Başa düşdünüz? Deməli, vurğu ilə söz deyilərkən yüksək səs tonuna malik olur, qüvvətli tələffüz olunur. Vurğunu tapmaq üçün sözləri nisbətən qüvvətli deməlisən və vurğunu da düzgün təyin eləməlisən. Məsələn, bəzən müxtəlif rayonlardan olan insanlar sözlərdə vurğun yerini tamamilə fərqli yerə qoya bilirlər. Məsələn, Lənkəran zonasında biz deyirik ki, gəlirsən, biz belə sual verikdə, sən ənin üzərinə qoyuruq da sual verdikdə, düzdür? Onlar ki, gəlirsən, belə onlar daha fərqli deyirlər. Daha fərqli deyirlər uşaqlar. Vurğun yerini dəyişirlər. Nə bilim, yəni bu təbii ki, heç kəsə qarşı bunu necə deyim, qərəzli bir şəkildə demirəm uşaqlar. Hər zonanın gözəl bir ləhcəsi var. Sadəcə mən sizə nümunə olaraq çəkirəm. Bunu başqa bir məsələn dənizçilərin də bir ayrı ləhcəsi var da. Bundan başqa, yəni hər rayonda olsun Gədəbəylilərdə, yəni nə bilim, adi, yəni hər rayon mən yəni onu belə şey demədim uşaqlar. Deyirəm yorumlarda falan məni yıxıb sürüyərsiniz, onun üçün deyirəm. Mən ümumi sizə nümunə çəkmək üçün deyirəm ki, rayonlarda insanlar dəyişə bilirlər də. Adətən mənim olduğum rayonda da insanlar dəyişirlər vurğunun yerini, səhv şəkildə tələffüz eləyirlər. Yəni ədəbi dilin normalarına uyğun şəkildə tələffüz etməliyik də biz. Onu demək istəyirəm ki, uşaqlar, vurğunu niyə tapmaqda çətinlik çəkirsiniz? Çünki biz düzgün tələffüz eləmirik. Biz normal həyatımızda, məişətdə biz düzgün şəkildə tələffüz eləsək əgər, biz vurğunu tapmaqda çətinlik çəkmərik. Çünki biz biləcəyik ki, düzgün tələffüz necədir, vurğu da ordadır. Yəni belə uşaqlar. Hər nəsə, keçək. Mən arada olur da fikrim yayınır, çox danışıram. Nəysə uşaqlar, deməli, vurğu, deməli, buradan elə başlayaq. Türk mənşəli sözlərdə vurğu əsasən sözün son hecasına düşür. Məsələn, sarı. Sonra burada bilmirəm nə yazıb, danlaq yazıb, nə yazıb. Danışıq. Bax, sona düşüb uşaqlar. Son hecaya düşüb deyəndə nəyə nəzər tuturuq? Danışıq. Eldəniz. İyə düşüb. Daha düzdür uşaqlar. Məsələn, eldəniz demirik uşaqlar. Eldəniz demirik. Eldəniz deyirik. Yaxşı uşaqlar. Demək sizə bir əhvalat danışım uşaqlar. Mən 8-də oxuyurdum. Hazırlıq müəlliməm mənə dərs keçirdi. Məsələn, biz topluda deməli 2023-ün toplusudur deyəsən o, ya da 2019 topluydu. Yəni belə bir topluydu. Amma yeni toplularda da var məncə o sual. Ramiz bir sualda fonetikada, bir sualda vurğuda Ramiz sözü var idi. Variantların birində cümlə verilib, orada Ramiz var idi. Mən indi burada istəyirəm ki, bu Ramiz sözündə vurğunu tapım. Mən bura qayıdıb deyirəm Ramiz, nə bilim, belə şey deyirəm. İndi müəllimədən soruşuram, nə edirəm? Sonra mən yəni bu adı belə də, yəni düzgün şəkildə uşaq idimdə, yəni tələffüz eləməyi öyrənirdim və s. Öyrəndiyim zaman mən o hallara adı saldıqdan sonra sonda müəllimə gülüb mənə demişdi ki, bəs mənim atamın adıdır da. Onda mən çox utanmışdım uşaqlar. Nəysə, yəni belə yadınızda qalsın deyə, maraqlı bir əhvalat olsun deyə danışdım. Məsələn, çox da maraqlı olmadı amma uşaqlar üzümə vurmuyor. Nəysə də uşaqlar belə. Deməli uşaqlar, yəni ümid edirəm ki, sizin üçün aydın olur izahlar. Deməli uşaqlar, biz məsələn şey demirik. Danışıq. Bax uşaqlar, biz nə deyirik? Deyirik danışıq. Düzdür? Danışıq deyirsiniz uşaqlar heç. Da danışıq deyirsiniz. Demirsiniz də məncə uşaqlar, deyirsiniz. Məncə deməzsiniz. İstisna olaraq vurğusu əvvələ düşən əsl Azərbaycan sözləri var. Bunlar da hansı sözlərdir? Məsələn, dünən. Biz dünən deyirsiniz, heç uşaqlar demirsiniz. Dünən də demirsiniz. Uşaqlar, mən səhv dedim. Dünən. Hələ dünən deyirik uşaqlar. Yəni uşaqlar burada. Bildir. Uşaqlar, bu əgər bu vurğunu bura qoysaz bildir olsa, bu artıq feil olacaq. Amma bildir deyirsənsə, bu keçən il yox, ondan əvvəlki il mənasına gəlir. Bildir. Deyirsənsə, vurğu birinci hecada in-in üzərindədirsə, bu keçən il yox, ondan əvvəlki ildir. Yox, əgər bildir deyirsənsə, uşaqlar bildir, in-in üzərinə qoymusansa burada vurğunu, bu olur artıq bildirmək feili. Bu feil olmuş olur, yaxşı uşaqlar. Sanki. Baxın uşaqlar, sanki. Biz şey demirik axı, sanki. Sanki deyirsiniz uşaqlar, məncə demirsiniz. Sanki deyirik, düzdür? A-nın üzərindədir vurğu. Necə demirik, necə deyirik uşaqlar. Ona görə də bu en üzərindədir. Ancaq. Məsələn, şey demirsiniz uşaqlar, ancaq. Ancaq kim deyir onu uşaqlar? Heç kəs demir. Ancaq deyirsən. Bayaq deyirsən uşaqlar, A-nın üzərindədir. Yenə.
Yenə eni üzərinə qoyursan. Bir də uşaqlar səsin uzanması ilə vurğunu səhv salmayın. Səs uzanmasını izah eləməmişəm sizə. Əslində çətin bir şey deyil. Sadəcə bu video əgər uzun olmasa bunun ardında indi sizin üçün deyərəm. Uzun olsa əlavə bir videoda onu da izah eləyərik. Aha, deməli uşaqlar yalnız, baxın, yalnız demirik. Baxın, yalnız demirik. Yalnız A-nın üzərinə atırıq biz vurğunu. Vurğunu öyrənməliyik. Deməli, əvvəllər çıxarmışlar proqramdan, sonra yenidən daxil elədilər məncə. Məncə var artıq proqramda yenidən. Qapqara. Əslində çıxsa daha yaxşı idi bir tərəfdə. Çıxmağın bir tərəfdə yaxşıdır. Niyə? Çünki uşaqlar öyrənməkdə çətinlik çəkirlər. Amma çıxmamağı yaxşıdır. O da niyə? Çünki insanlar ədəbi dildə danışmağı unudurlar da artıq yavaş-yavaş. Yəni vurğunu da yerinə düz qoymadınsa, artıq nitqdə bilməyəsən sözü necə deyirsən, harasından deyirsən. Ona görə də ya bilmirəm uşaqlar. Fikir söyləyəməyəcəm bu konuda. Nəysə. Daha sonra uşaqlar qapqara. Baxın. Deməli bu sifətin dərəcələrini qəbul eləmiş sözlərdir. Qapqara. Baxın. Qapqara. Vurğu həmişə sifətin dərəcələrini qəbul eləmirsə, çoxaltma dərəcəsini qəbul edən sözlər əvvələ düşür. Sonra bomboz sözündə uşaqlar baxın. Bomboz. Biz şey demirik axı bomboz. Bomboz deyirsiniz, uşaqlar demirsiniz. Masmavi. Masmavi demirsiniz ya da masmavi. Böyle bir şey demirsiniz axı uşaqlar. Ona görə də masmavi A-nın üzərinə düşür. Bomboz bura düşür. Büsbütün ün üzərinə düşür uşaqlar. Belə. Sonra uşaqlar, sonra tərtəmiz. Baxın, tərtəmiz. Ənin üzərinə atırsan, tərtəmiz demirsən ya da tərtəmiz demirsən. Yaxşı uşaqlar, tərtəmiz. Ənin üzərinə atırsan. Deyəsən bu izahın ardında sizin üçün səs uzanmalarını da deyəcəm. Bitişik yazılan mürəkkəb sözlərdə çox zaman vurğu son hecalara düşür. Ancaq bəzi mürəkkəb sözlər var ki, vurğusu əvvələ düşür. Bunlar hansılardır? Ağdaş. Ağdaş uşaqlar. Ağdaş demirik. Yaxşı. Ağdaş. Ağdam deyirik də uşaqlar. Ağdam demirik axı. Ağdam demirik. Ağdam. Göyçay deyirik uşaqlar. Göyçay demirik. Göyçay. Önün üzərinə düşür. Sonra Taybatay deyirik. Taybatay, Taybatay demirik. Taybatay deyirik. Uşaqlar A-nın üzərinə birinci aya düşür. Növbə-növ deyirik. Növbə-növ ya da növbə-növ demirik. Uşaqlar bura ya da bura düşmür. Bura düşür. Ağsu. Bunun üzərinə düşür. Göygöl. Bura düşübdür. Sonra Qarabağ, Qaradağ mürəkkəb sözlərində də vurğu ikinci hecəyə düşür. Qarabağ demirik, Qaradağ demirik, Qarabağ deyirik, aya düşür. Qaradağ deyirik, bura düşür. Ya da Qarabağ demirik, Qaradağ demirik. Baxın, bura düşür uşaqlar, burada düşmür. Bu ola bilər kimsə niyə yazmır? Baxın uşaqlar, kimsə deyər bura düşür, xeyr düşmür. Alınma sözlərdə vurğu çox zaman əvvəlinci hecalara düşür. Məsələn, stansiya. Alınma sözü stansiya, firma, avqust, əvvəlinci hecalara düşür alınma sözlərdə çox vaxt. Vurğusuz son hecaya düşən sözlərin hamısı milli sözlər deyil. Dilimizdə yetərincə vurğusuz son hecaya düşən alınma sözlər də var. Bunlar hansılardır? Defis. Məsələn, uşaqlar bir şey demirik. Defis, defis. Defis necə deyirik uşaqlar? Defis demirik. Defis deyirik. Sonra düşür. Dialoq, katib. Bax uşaqlar, burada uzanma var. A-da uzanma var. Katib. Uzanma var. Vurğu da 2-yə düşüb. Enerji. Baxın uşaqlar, enerji. Enerji ya da enerji demirik də uşaqlar, enerji deyirik. Və monoloq. Monoloq. Bax uşaqlar, bura düşür. Epiloq yox. Epilog yox. Epilog. Sonra düşür uşaqlar. Eyni sözün təkrarına yaranan mürəkkəb sözlərdə tərkib hissələri ayrı-ayrı vurğusu olur. Məsələn, söz yaranır gec-tez. Bunların hər birinin bu sözü deməyim düz olmadı, baxın, çünki o tək hecalıdır. Elə burada olan nümunəni deyim uşaqlar. Asta-asta. Bu sözlərə baxın uşaqlar. Demək, asta-asta hər birinin ayrı-ayrı vurğusu var. Asta, ayrı sözlərdir, çünki niyə olmasın ki? Sonra uşaqlar bunlardır. Orfoqrafiya qaydaları falan. Bura qədər deyəcəyik sizə izahı. Bir xeyli var imiş, bilmirəm. Səs uzanmasın bu videoda deyərik, demərik. Nəsə. Dilimizdə söz köçünə şəkilsi artırılarkən vurğu da sözün sonuna doğru istiqamətlənir. Məsələn, yaz, yazı. Vurğu keçir də, şəkilsi artırandan sonra yazıcı, yazıçılıq. Görürsünüz uşaqlar sona doğru gedirlər şəkilsilər.
Sonra vuruq qəbul eləməyən şəkilçilər var. Bu şəkilçilər hansılardır? Əslində çox deyirlər. Hansı şəkilçilərdir? İsimləri artırılan xəbəri şəkilçiləri. Bu da şəxs şəkilçilərdə uşaqlar ən asan şeylər atayam, atasınız, müəllimsən, atadır. Xəbəri şəkilçiləridir. Bu şəkilçilər vuruğu qəbul eləmirlər. İsim düzəldən gil şəkilçisi var. Dayımgil, əligil, əmimgil. Yəni bu gil şəkilçisi qəbul eləmir. Bir də feilin inkar şəkilçisi ma var ha. Həmən ma deməli vuruğu qəbul eləmir. Getmə, ağlama. Bu vuruğu qəbul etmir. Qeyri-qəti gələcək zamanda inkar şəkilçisi vurğunu özündən sonra hecaya ötürə bilir. Getmərəm, ağlamaram, belə uşaqlar. Sonra soyad əmələ gətirən şəkilçilər var. Ov, yev, ova, yeva. Bu şəkilçilərdə vurğu qəbul eləmirlər. Feilin zaman şəkilçilərindən sonra gələn şəxs şəkilçiləri qəbul eləmir. Nəqli keçmiş zaman. Baxın uşaqlar, bunlar nümunələrdə, yəni çox da belə vacib görmürəm. İdi hissəciliyi və onun D forması qəbul eləmir. İmiş, bunlar onsuz hissəcikdə necə qəbul eləsin? Feili bağlamanın arkən, araq, ıncadıqca şəkilçilərinin ikinci hecası qəbul eləmir. Baxaraq, gəlincə, yazdıqca, madan, yəni bütünlüklə vurğu qəbul eləmir. Sonra uşaqlar, feilin əmr şəkli ikinci şəxs şəkilçisinin, şəxs şəkilçisi ın, yəni baxın, alın, qalın. Feilləri artırılan lar şəkilçisi, kəmiyyət şəkilçisi, gəlirlər, baxırlar. Bunlar deməli vuruğu qəbul eləməyən şəkilçilərdir. Şuhudi keçmiş zamanda əmr şərt şəkillərində lar şəkilçisi vuruğu qəbul edir. Oxudular, gəlsinlər və gəlsələr. İsimləri artırılan lar şəkilçisi vuruğu qəbul edir. Ağaclar, evlər. Nəsə uşaqlar, bunları da oxuyun. Çox belə vacib görmürəm, amma burada ca vacibdir. Məsələn, uşaqlar, ca qoşması məncə, araz boyunca bu vuruğu qəbul eləmir. Sonra la ilə qoşması vuruğu qəbul eləmir, m qəbul eləmir. Zəf düzəldən ən şəkilçisi var. Qəsdən, daxilən. Bunlar qəbul eləmir. Məsələn, bu qəsdən sözünü uşaqlar görüb sadə sözdür deyə bilir. Xeyr, uşaqlar sadə söz deyil. Burada ən deməli zəf düzəldən şəkilçidir. Yəni canlı sübutda bunu görə bilərsiniz. Deyir ki, zəf düzəldən ən şəkilçisi. Uşaqlar, bundan sonra nə deyək sizlərə? Artıq intonasiyaya qədər deyəcəyik. Sözləri məsələn xitab eləyərkən vurğu dəyişə bilir. Bu həyəcanla da, həyəcanlı xitabda olur da. Deməli uşaqlar məsələn Tahir sabah rayona gedəcək. Məsələn deyir Tahir sabah rayona gedərsən, sual verir. Ya da müraciət edir. Amma bir də var ki, deyir Tahir sabah rayona gedəcək. Bu cür uşaqlar. Belə. Bəzi sözlərdə vurğunun yerini dəyişməklə sözün mənası dəyişir. Uşaqlar qəşəng. Bu yaxşı gözümə dəydi. Bunu sizə dedim. Məsələn, omonimlik keçəcək uşaqlar sizlə. Omonimlikdə bəzi sözlər var ki, vurğusu dəyişməklə mənası dəyişib, ona görə həmən sözlər omonim hesab edilməyəcək. Deməli, uşaqlar, bəli, elə bu sözlərdən var burada. Məsələn, sözlərdə uşaqlar dişlə, azdır. Tabii var ki, azdır. Məsələn, yemək azdır. Bir də var ki, uşağı azdır. Nə bilim, azdırmaq feil kimi. Bir var deyirsən ki, alma. Alma. Bu deməli əmr şəklində olan bir feil olur. Bir deyirsən alma, meyvə, isim. Bir deyirsən şaxta. Bu şaxta bilirsiniz nə deməkdir? Mədən olur, mədənlər həmən mədən deməkdir. Bir də var şaxta, soyuq. Bir var qurud. Deməli necə yazıb? Qurudun, qurudun. Qurutmaq feilidir. Bir də var qurudun. O qurudu, sən qurudun. Yəni sənin suyun qurudu, nə bilim, qurudun. Ayaqda gözləməkdən qurudun. O mənaya gəlir. Sonra komik bir var. İsim kimi, komik sifət kimi. Romantik isim kimi, romantik sifət kimi. Elektrik məsələn bu düşən bir sözdür. Bu elektrik sözü bir var isim kimi, yəni elektrik işi ilə məşğul olan insan deyirsən. Bir də var elektrik. Deməli uşaqlar elektrik işlə məşğul olan adamda elektrik isə naqilin, yəni cəryanın adıdır. Belə uşaqlar akademik var, bu sözlər var, estetik, klassik. Məsələn bu klassik düşür, elektrik düşür. Sonra mütləq düşür.
Bu mütləq sözünü deyirəm uşaqlar. Sonra bir də sözlər var ki, uşaqlar son samiti dəyişməklə mənası dəyişir. Məsələn, burada atlas parçadır, atlas xəritələr topusudur. Servis qab-qacaqdır, servis xidmət göstərən məntəqədir. Bunlar nə deyirik? Biz bunlar deyirik paronim sözlər. Bu sözlər heç vaxt homonim də sayıla bilməz. Sonra uşaqlar uzun tələffüz olunan, saytinə görə mənası dəyişən sözləri vurğusuna görə mənası dəyişən sözlərlə qarşılamaq olmaz. Əyan, nərə, dava sözlər uzun tələffüzə görə, dimdik, döyün və sair sözlər isə vurğuya görə homonim sayılmır. Deməli uşaqlar, burada uzun tələffüz var. Əyan, bir də əyan, nərə, nərə, dava, dava. Bu sözlər uzun tələffüz var burada. Ona görə bunlar homonim sayılmır. Bir də hansı sözlər homonim sayılmır? Bu dimdik, döyün. Bu sözlər, məsələn, bir var ki, dimdik, quşun dimdiyi oldu isim. Bir də var ki, deyirsən dimdik dayanmışdı. Bu da vurğuya görə dəyişir də, düzdür? Birincidə vurğu əvvəldə oldu, birinci hecada, sonra ikinci hecada. Yəni vurğuya görə dəyişildi uşaqlar. Ona görə bunlar homonim sayılmadı. Belə. Bəzən sözü həm vurğuya, həm də uzun tələffüzə görə mənası dəyişən sözdür. Ona görə də bəzən sözü heç bir halda homonim söz sayıla bilməz. Bəzənmək feili kimi və yaxud da bəzən sözü kimi heç vaxt bu homonim sayıla bilməz. Belə uşaqlar, uzanmanı artıq bu izahda demirəm. Əslində qərarsız qalmışam, bilmirəm, deyimmi, deməyimmi? Biraz da yorğunam, saat artıq 1-dir. Uşaqlar, uzanmanı bu səsdə demirəm. Ümumiyyətlə fonetikanın qısa bir izahını çəkmiş oldum bugün sizə. Qalan video dərslərimizdə uzanmanı sizə deyəcəm. Uzanma da məncə bilmədiyiniz bir mövzu deyil, sadəcə təkrar keçəcəm. Belə uşaqlar, ümid edirəm ki, izahımız sizin üçün aydın oldu.